Xoş gördük, qardaşlar və bacılar. Biz Luka müjdəsindən davam edirik oxumağa və Rəbbin sözünü, səsini eşitməyə. Bugün oxuyacağımız parça Luka müjdəsi 18-ci fəsil 18-ci 27-ci ayədək oxuyacağıq. 30-a qədər də oxuya bilərik. Ancaq söhbətimiz 27-yə qədər olacaq. Xahiş edirəm, ayaq üstə dinləyək Rəbbin kəlamını. Rəhbərlərdən biri İsa'dan soruşdu. Ey yaxşı müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım? İsa ona dedi, mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Onun əmrlərini bilirsən. Zina etmə, qətl etmə, oğurluq etmə, yalandan şahidlik etmə, ata-anana hörmət et. Bu adamsa dedi, bunların hamısına gəncliyimdən bəri riayət edirəm. İsa bunu eşidib ona dedi, sənin bir şeyin çatışmır. Nəyin varsa satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, mənim ardımca gəl. Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü. Çünki çox varlı idi. İsa onun dərindən kədərləndiyini görəndə dedi, var dövləti olanların Allahın padşahlığına daxil olması nə qədər çətindir. Doğrudan da dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın padşahlığına daxil olmasından asandır. Bunları eşidənlər dedilər, elə isə kim xilas ola bilər? O isə dedi, insan üçün qeyri-mümkün olan Allah üçün mümkündür. Peter isə dedi, bax biz hər şeyi qoyub sənin ardınca gəlmişik. İsa onlara dedi, sizə doğrusunu deyirəm. Allahın padşahlığı uğrunda ya evini, ya arvadını, ya bacı qardaşlarını, ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın. Hər zaman bu gənc haqqında oxuyanda bu digər müjdələrdə də təsvir edilib bu məsəl, bu hadisə. İllər keçdikcə qeyri-ixtiyari olaraq belə bir fikir keçir ağlımdan. Yəqin ki, bir çox valideynlərin də ağlından bu fikir keçir. Adamın belə evladı olur. Hansı ki, bu cür mömindir, bu cür dindardır, bu cür səxavətlidir, bu cür əxlaqlıdır. Amma bugün bu haqda düşünən zaman fikirləşdim ki, mən bu kəlamları oxuyanda bəlkə sizin də ürəyinizdən, valideyn olanların ürəyindən belə bir fikir keçər ki, kaş belə bir evladım olaydı. Və yaxud da ki, kimsə deyər, kaş belə bir həyat yoldaşım olaydı. Və s. və ilaxıra. Amma mən düşünürəm ki, və bunu düşündüyüm zaman belə bir fikir gəldi ağlıma ki, nə üçün biz həmişə fikirləşirik ki, mənim kimimsə belə olaydı? Nə üçün biz düşünmürük ki, kaş ki mən özüm belə olaydı? Həqiqətdə də bu insan, bu gənc çox nümunəvi bir gəncdir. Və baxın, necə də insan meyarları ilə müqəddəs bir həyat yaşayır demək olur. Və bu gəncin bu qədər gözəl bir həyat tərzi, həyata bu cür baxışı olduğu zaman gəlir və onun əsas şüarı, biz bu eşitdiklərimizdən onun əsas şüarı budur ki, nə etməliyəm ki, mən Allahın səltənətinə düşüm. Yəni, digər bir sözlərlə desək, nə etməliyəm ki, mən cənnətə düşüm. O,
biz baxdıqda çox yaxşı birisi kimi görsənir. İndiki dövrdə və getdikcə də daha çox olur. İnsanların belə bir sualı var, ağzında, dilində olmasa da şuurunda belə bir, anlayışında belə bir insanların sualı var. Həqiqətənmi Allah var? Həqiqətənmi Allah var? Əgər Allah varsa, bir çoxlarının etirazı nə ilə bağlı? Allah varsa, niyə bu qədər dünyada müharibələr var? Niyə dünyada bu qədər ədalətsizlik var? Niyə dünyada bu qədər çəkişmələr, vur-havur və insanlar bir araya gələ bilmirlər? Bu gənc bu sualları vermir. Hərçənd ki, o verə bilərdi. Çünki o zaman yalnız İsraililər Allahın xalqı hesab olunurdu. Yalnız onlar Allahdan xəbərdar idilər. Ancaq bununla yanaşı, bütpərəst olan Romalılar gəlib onların vətənini işğal etmişlər və onlar bütpərəstlərin, Allaha inananlar bütpərəstlərin işğalı altında idilər. Onlara tabe idilər, onlara vergi verirdilər və gəncin ağlına belə bir şey gəlmir ki, Rəbbə sual versin ki, necə oldu biz Allaha inanaraq, Allah bizim Allahımız olaraq, Allah bizim Rəbbimiz olaraq, biz Allahsızlara tabe edilmişik. Yox, o bu sualı da vermir. O, cənnətdə olmağım üçün nə etməliyəm sualı ilə gəlir İsa'nın qarşısına. Mən bu gənc haqqında bu sabah düşünərkən fikirləşəm ki, bəzən biz kilsədə olaraq bu gəncin malik olduqlarına malik olmaq arzusundayıq. Çünki bu gəncin hər şeyi var idi. Varı, dövləti, hörməti. Biz kilsədə oturaraq bu gənc kimi olmaq istəyirik. Onun malik olduqlarını axtarırıq. Bu gənc insanlığın böyük əksəriyyəti kimi düşünür. Baxsaq biz bu dünyaya və Allah yolunda yeriyənlərin, Allaha inanıram deyənlərin əksəriyyəti bu gənc kimi düşünür. Necə düşünür? Mən cənnəti yaxşı əməllərimlə qazana bilərəm. Yəni, mənim əməllərim mənə cənnətin açarını sanki verir. Yəni, burada mərkəzdə mənim əməllərim dayanır. Və baxın, bütün dindarlar bu şəkildə düşünürlər. Ki, mən əməllərimlə cənnəti qazanıram. Mən əməllərimlə Allahın səltənətinə daxil ola bilərəm. Baxaq, müqəddəs kitaba baxdıqda və bilavasitə bu parçaya baxdıqda Məsihin yolu və öyrətdiyi bu fəlsəfəyə qarşıdır. Bu yanaşmaya qarşıdır. Məsihin öyrətdiyi tamamilə bu anlayışa qarşıdır. İsa onunla mübahisə etmir burada. Mübahisə etmir ki, sənin təsəvvürün tamamilə yanlışdır. Sadəcə güzgü gətirir, qoyur. Biz ibadətlərə gəldikdə və müqəddəs kitabdan parçalar oxuduqda və yaxud da ki, təklikdə özümüz oxuyanda biz bəzən görürük ki, Rəbb bu güzgünü gətirir, bizim qarşımıza qoyur və Rəbb bizə kimi göstərir? Özümüzü göstərir. Özümüzü göstərir, öz vəziyyətimizi göstərir. Və burada da Məsih onun qarşısına suallarla və müqəddəs kitabdan parçalarla gəlir və o gəncin özünü göstərir. Seyr et özünü. Gənc özünü güclü görür. Özünü layiqli görür. Baxın, bundan əvvəlki parçada da uşaqlara bənzədirdi Məsih bizi ki, uşaqlar kimi olun. Və burada da sanki o mövzunun davamıdır. Gənc özünü layiqli görür, özünü güclü görür. Bəzən biz də həyatımızın müəyyən bir sahələrində özümüzü çox güclü, özümüzü bu və ya digər nəyəsə layiq bilirik ki, mən layiqəm bunu əldə etməyə. Və maraqlıdır ki, bütün bunları edərək, amma içində yenə də bir sual var. Və o İsa'nın qarşısına gəlir, deyir ki, nə edim? Nə edim? Bu dünyada Allah yolunda olanların əksəriyyəti nə edim dininə xidmət edir. Qəribə səslənmir. Allaha inanıram deyənlərin əksəriyyəti nə edirəm dininə xidmət edir.
Bütün dinlərin öyrətdiyi budur. Nəyi etmək olar, nəyi etmək olmaz. Baxın, sanki bütün dinlərin əsas, təməl sütunları bunlardır. Nəyi etmək olar, nəyi etmək olmaz. Biz dinləri bunsuz təsəvvür edə bilmirik. Və bu qaydalara riayət etsən, sən cənnətliksən. İnsanlar belə başa düşür, belə öyrədilir. Heç bir insanın bu qaydalara riayət edə bilmədiyini bir kənara qoyaq. Biz bilirik ki, heç bir insan əslində bu qaydalara riayət edə bilmir. Bunu kənara qoyaq. Bundan da böyük müşkül ondadır ki, insan Allahla münasibətdə olmağı düşünmür. Baxın, dindar insanın və öz gücünə, öz layiqliliyinə güvənən insan cənnətə daxil olmaq üçün bu yolda Allahı görmür. Bu yolda öz əməllərini görür. Öz gücünü görür. Və burada Allah tamamilə yoxdur onun üçün. Onun səyi var, onun gücü var, onun layiqliyi var. Və onun qazancı var. Yəni ki, mən bu əməllərimlə qazanıram. Qaydalar içində özü öz Allahı olur. Bu qaydaların içində özü öz Allahına çevrilir. Və bu gizlidir insanların əksəriyyəti üçün. Çünki mən bunu edirəmsə, mən buna nail oluramsa, mən bunu qazanıramsa, mərkəzdə mənəm. Özümü xilas edən demək ki, mənəm, mənim əməllərimdir və insan bu meyarlarla özü öz tanrısına, özü öz bütünə çevrilir. Öz xilaskarına çevrilir. Belə düşünür. Günahkar insan hər zaman, hər münasibətdə qayda istəyir və qayda tələb edir. Qayda bizim bütün münasibətlərimizdə var. Dostluqda qaydadır, ər-arvadlıq münasibətində qayda, valideyn, evlad münasibətində qayda. Hər yerdə biz qayda istəyirik və yaxud da ki, qaydaya riayət üçün və yaxud da ki, qaydanı kimin üstə qoymaq üçün biz qaydalar istəyirik. Biz bunsuz təsəvvür edə bilmirik heç bir münasibətimizi. Və biz bu münasibətlərlə böyüdüyümüzə görə, bu münasibətlərlə idarə olduğumuza görə və düşünürük ki, Allahla münasibətdə də biz bu qaydaları gətirəcəyik. Demək ki, mən bunu etdim, mən buna layiqəm. Və burada kimdir mərkəzdə? Mən və mənim əməllərim. Bizə siyahı verin. Bir işə getdikdə, hamımız bu və ya digər işə düzəlincə, biz işə getdikdə nə deyirik? Mənə siyahı ver. Saat neçədən neçəyə qədər işləyəcəm. Mənə nə qədər maaş ödəyəcəksin. Mənim istirahət günlərim nə qədərdir. Və o biri tərəfdə bizə siyahı verir öz tələbləri ilə. Biz öz tələblərimizlə, o öz tələbləri və uyğunlaşdıqda, razılaşdıqda biz bu qaydalar əsasında işləməyə başlayırıq. Və təsəvvürünüzə gətirin, nigaha girəndə, indiki müasir dünyada nigah müqaviləsi bağlanır. Sən mənə nə verəcəksən, mən sənə nə verəcəm. Biz ayrıldıqda sən məndən nə alacaqsan, mən sənə nə verəcəm. Və sairə və ilə axırə bütün münasibətlərdə qayda istəyirik, nizam istəyirik. Siyahı ver, əməlləri göstər, ayinləri göstər, hansı ayinləri mən etsəm. Və bəzən hətta giyimi göstər, mən necə giyinməliyəm cənnətə düşmək üçün. Və insan üçün bu çox aydındır, bu konkretdir. İnsan üçün biz bu qaydaları istəyəndə və dinin içində cənnətə düşmək üçün biz bu qaydaları istəyəndə biz əslində bilirsiniz nə istəyirik? Çox küfr bir fikir var, ancaq biz bunu dilimizə gətirmirik. Ancaq mahiyyətinə varsa görəcək ki, əslində bunun içində bir küfr var. Biz xilasa Allahsız nail olmaq istəyirik. Biz xilasa Allahsız nail olmaq istəyirik. Öz əməllərimizlə nail olmaq istəyirik. Təsəvvürünüzə getirin, bilmirəm, burada olanların neçəsi valideyndir, neçəsi atadır, neçəsi anadır. Sadəcə bəsit bir misal vasitəsilə mən çalışacağam ki, bizim üçün biraz aydın olsun. Tutaq ki, sizin evladınız var və evlad valideyn arasında olan müəyyən bir qaydalar var. Cəmiyyət tərəfindən qəbul olunmuş müəyyən bir normativlər var ki, uşaq öz valideyni ilə necə rəftar etməlidir. Və təsəvvürünüzə getirin ki, sizin evladınız və yaxud evladınız yoxdursa, siz özünüz evladsınız, öz valideyninizə qarşı belə davranırsınız. Gəlirsiniz və valideyninizə deyirsiniz və yaxud sizin evladınız sizə deyir ki, bax, məndən sən nə istəyirsən?
Bunu, hər bir şeyi sənin üçün edirəm. Hər şey edirəm sənin üçün. Evladlıq borcumu yerinə yetirirəm. Amma səninlə mənim heç bir işim yox. Amma səninlə mənim heç bir münasibətim yox. Hörmət deyirsən, hörmət elədim sənə. Salam deyirsən, salam verdim sənə. Çay deyirsən, çay getirdim qabağa. Amma səninlə heç bir münasibətim yoxdur. Və əgər biz əməllərlə də cənnətə girmək istədikdə, sanki bu münasibət olur Allaha ki, sən nə deyirsən, mən onu edirəm, amma səninlə heç bir ilişkim, heç bir söhbətim, heç bir zamanım yoxdur. Və bütün bu xilasın içində, bütün bu yaxşı əməllərin içində insan özünü, öz yaxşılığını, öz fərqliliyini mərkəzə qoyur. Kilsələrdə belə düşünənlər yoxdurmu? Var. Var belə düşünənlər. Dua edirəm, xidmət edirəm, iyanə verirəm, o birisindən yaxşıyam, bu birisindən yaxşıyam. Var. Kilsələrdə də var. Bu düşüncədə olan, bu meyarlarla olan. İncil nə deyir? Romalılara məktub 3-cü fəsil 20-ci ayədə deyir ki, qanuna əməl etməklə, demək Allahın qaydalarına əməl etməklə neçə insan Allahın huzurunda salih sayıla bilər? Neçə insan? Heç. Heç. İncil deyir ki, bir insan belə yoxdur ki, əməllərlə Allahın qarşısında salih hesab oluna bilər. Bəs nə üçün bütün dünya bu fəlsəfənin ardınca gedir ki, mən əməllə xilas ola bilərəm? Nə üçün insanlar kilsələrdə oturaraq düşünür ki, mən əməllə xilas ola bilərəm? Qanuna əməl etməklə heç bir insan Allah önündə salih sayılmayacaq. Sayılmır və sayılmayacaq. Əməl gözəldir. Əməl yaxşıdır. Əməl lazımdır. Amma əməl hansı ürəkdən gəlir? Hansı düşüncədən gəlir? Hansı dünya görüşündən gəlir? Hansı fəlsəfədən gəlir? Bu tamamilə fərqli şeylərdir. Ürəyi yenilənmiş insanların əməli fərqlidir. Amma özünü mərkəzə qoyan, özünü göstərən insanın əməli fərqlidir. Ürəyi yenilənmək isə insanın öz işi deyil. İsa insan ürəyini göstərmək üçün əmrlərdən başlayır və deyir, zina etmə, qətl etmə, oğurluq etmə, ata-anana hörmət et. Gənc də cavabında deyir ki, bunlara riayət edirəm. Sonra İsa gəncə onun ürəyini göstərir və deyir, bir şey çatışmır. Hər şeyi sat, dağıt və ardımca gəl. Hər şeyi sat, dağıt və ardımca gəl. Hələ gənc ikən mən bu parçanı oxuyanda 25 yaşım olduqda, 26 yaşım olduqda və mən hər zaman düşünürüm ki, Məsih mənə belə bir şərt qoysaydı, belə bir söz desəydi, mən nə edərdim, nə cavab verərdim? Niyə Məsih bunu söyləyir? Niyə Məsih bunu söyləyir? Və bəzən səthi düşünsək, sanki belə bir fikir gələ bilər ki, yəni cənnətə yalnız kasıblar mı düşəcək? Yox. İsa gəncin ürəyində əsas taxta oturanı göstərmək istəyir. Gəncin ürəyində əsas taxta oturanı göstərmək istəyir. Əsas olanı müəyyən edir. Və bu, biz bilirik ki, Musanın qanununda Allahın öz xalqına verdiyi qanunların içində belə bir qanun vardı. Başqa Allahların olmasın. Yəni, o gəncin əsas bir Allahı var idi. Əsas bir bütü var idi. Onun səcdə etdiyi bütü. Və Məsih o bütü müəyyən edir və deyir ki, bax, sən ona səcdə edirsən. Sən onu tərk etsən, dön geri, mənim ardımca gedərsən. Maraqlıdır ki, bu parça haqqında düşünəndə insanın əməlləri var.
Əməlləri var, lakin bu əməllər onu xilas etmir və İsa da ona yeni bir əməl deyir. Və bu əməlin nəticəsi olaraq deyir, gəl ondan sonra mənim ardımca get. Sanki əməllər edən insana yeni bir əməl verir, hər şeyi sat. Bu da bir əməldir, amma tamamilə fərqli bir əməldir. Və budur bu mətnin əsas paradoksu. Gənc soruşur, nə etməliyəm? Və İsa isə bir əməl tələb edir, deyir, hər şeyini sat. Amma bu iki əməl arasında böyük bir uçurum var. Birinci əməl xilası qazanmağa çalışmaqdır. İkinci əməl isə Məsih qarşısında tam təslimiyyatın bəhrəsidir. Gənc istəyirdi İsanı öz həyatına əlavə etsin. Gənc istəyirdi ki, əlavə etsin İsanı öz həyatına. Əbədiyyatı da öz var dövlətinə əlavə etmək istəyirdi. Dini də öz rahatlığına əlavə etmək istəyirdi. Bəzən biz belə bir halları görürük. Görürük ki, insan dini öz rahatlığına əlavə etmək istəyir. Və din onun üçün həyatına əlavə bir rahatlıq getirən olur. Amma Məsih ona cavab verir, bu gəncə cavab verir ki, mən bir əlavə kimi gəlməyə razı deyiləm. O Rəbb olaraq gəlir. İsa sanki belə deyir, mən gəldiyim yerdə bütlər darmadağın olmalıdır. Mən gəldiyim yerdə bütlər darmadağın olmalıdır. Məsih mümkünsüz olanı tələb edir. Baxın, Məsih mümkünsüz olanı tələb edir, çünki Məsihin şagirdləri deyirlər ki, əgər biz, sənin tələbin belədir ki, biz bütün malik olduğumuz hər bir şeyi satıb sənin ardınca gəlməli isə, onda Məsihin şagirdləri deyirlər ki, kim sənin ardınca gələ bilər bu halda? Kim Allahın səltənətinə, kim cənnətə daxil ola bilər, əgər insanlar hər şeyini satıb paylamalıdırlarsa və sənin ardınca yalnız özləri heç nəsiz getməlidirlərsə, kim bunu edə bilər? Məsih deyir. Və sanki Məsih mümkünsüz olanı tələb edir bu gəncdən. Gənc bunları eşidəndə kəlam deyir ki, kədərli halda uzaqlaşır Məsihdən. Niyə uzaqlaşır? Çünki cənnətə girməyin qiymətini görür. Çünki Allahla olmağın qiymətini görür. İnsanlıq qiymət ödəmək istəyir. Amma bunu bacarmayacağını anlamır. Və əməl ilə xilas olacaqlarını düşünənlər də anlamırlar ki, onlar bu qiyməti ödəyə bilməzlər. Onlar bu əməllər sahibi ola bilməzlər. İsa insanlığın ödəniş edə bilməyəcəyini göstərir. İsa bu şərti dedikdə bəşəriyyəti oyatmaq istəyir ki, siz əməl ilə cənnətə daxil olmaq istəyirsiniz, ancaq mən sizə elə bir şərt qoyuram ki, siz anlayasınız ki, əməl ilə cənnətə siz daxil ola bilməyəcəksiniz. Siz bu iqtidarda deyilsiniz ki, özünüz cənnətə layiq olasınız. Və baxın, ona yaxınlaşan gənc çox güman ki, əvvəl düşünürdü ki, mən cənnətə layiq birisiyim. İndi isə başa düşdü. Ürəyimi bağladığım şeyi buraxa bilmirəm. Ürəyimi bağladığım sərvəti buraxa bilmirəm. Bu çox mühüm məqamdır. Məsih insanı qəsdən özünü xilas etməyin mümkünsüzlüyü ilə üz-üzə qoyur. Şagirdlər sarsılmış halda soruşurlar, bəs onda kim xilas ola bilər? Budur, biz görürük ki, insan xidmətlərə, əməllərə əsaslanan bir din qurduqda və bu din dağılır. Əgər varlı, əxlaqlı, intizamlı, dindar bir insan özünü xilas edə bilmirsə, onda kim xilas ola bilər? Əgər şagirdlər deyirlərsə, onda kim xilas ola bilər? Əgər hər şey burada bitsəydi, hər burada nöqtə qoyulsaydı, biz kitabı bağlayıb, sağollaşıb ayrılmalıydıq. Kim xilas ola bilər? Aramızda kim xilas ola bilər? Qardaşlar və bacılar, kim əlini qaldırıb deyə bilər ki, mən xilas ola bilərəm. Mən öz əməllərimlə, mən öz yaxşılığımla, mən öz əxlaqımla, mən öz mənəviyyatımla xilas ola bilərəm. Heç kim. Heç kim. Məsih gənci və bu gənc kimi insanları
Üz-üzə qoyur bu sualı. Və çox maraqlıdır ki, burada iki xəbər var idi. Bir xəbər onda idi ki, insan öz-özünü xilas edə bilmir. İnsan öz-özünü xilas edə bilmir. Və şagirdlər də deyirlər ki, onda kim xilas ola bilər? Və müjdə insanın özünə olan ümidin öldüyü yerdə başlayır. Baxın, müjdə bundan sonra başlayır. İnsan anladıqdan sonra ki, mən özümü xilas edə bilməm və şagirdlər anladıqdan sonra ki, biz özümüzü xilas edə bilmirik, müjdə ondan sonra başlayır. İsa deyir, insanlar üçün mümkün olmayan Allah üçün mümkündür. Və İsa onlara möhtəşəm bir xəbər getirir, möhtəşəm bir şad xəbər getirir ki, sizin üçün mümkün olmayanı mən edirəm. Sizin üçün heç bir imkan olmayanı mən edirəm. Budur müjdənin mərkəzi. Xilas insanın nailiyyəti deyil, xilas Allahın işidir. Cənnətə girmək insanın işi deyil. Bu Allahın lütfü, Allahın mərhəməti sayəsində biz ora daxil oluruq. İnsan Allaha yüksəlmir. İnsan Allaha yüksələ bilməz. Allah insan səviyyəsinə, insan cildində gəlir Məsihin simasında. Günahkar özünü əməlləri ilə xilas etmir. Məsih günahkarı öz əməli ilə xilas edir. Əməllərlə deyil. Və o gəncə göstərilən o idi ki, əməllərlə deyil, bir əməl ilə sən xilas ola bilərsən. O da mənim əməlimdir, sizin əməliniz deyil. Bu hekayənin əsas vurğusu budur. Gənc öz əməlləri haqqında düşünür də, amma xilas Məsihin əməli vasitəsilə gəlir. Hər şeyini sataraq xilas üçün, insanların xilası üçün hər şeyini satan yalnız və yalnız Məsihdir. Hər şeyini o verdi ki, səni və məni xilas etsin. Sənin əxlaqınla sən xilas olmursan, sənin intizamınla sən xilas olmursan, sənin xidmətinlə, sənin dindarlığınla, sənin qurbanlarınla sən xilas olmursan. Əksinə, sən çarmıqla, qanla, qurbanla, Məsihin hər şeyi satıb, hər şeyi viran etməyi ilə sən xilas olursan. Amma əməllər bundan sonra başlayır. Yaqubun məktubunda biz görürük ki, sən mənə imanını göstər, mən sənə əməllərimlə göstərəcəm. Və əməl bundan sonra gəlir. Bir çox insan məhz burada yanılır. Biz əməllərlə xilas olmuruq, amma xilas olmuş insan artıq başqa cür yaşamağa başlayır. Məsih xəzinəyə çevriləndə bütlər öz hakimiyyətini itirir. Luka müjdəsində də biz belə əməlləri görürük. Zakkay İsa'nı tanıdıqdan sonra qazancını pərən-pərən edir. Bütün topladıqlarını hamısını dağıdır. Amma bu dağıtmaq o gəncin dağıtmağı ilə fərqli idi. Amma xilası almaq üçün dağıtmır Zakkay, çünki artıq xilaskar ilə qarşılaşmışdı. Fərq çox böyükdür. Din əməlləri Allahı qazanmaq üçün edir. Müjdə isə insanı dəyişir, çünki Allah artıq özünü Məsihdə ona bəxş etmişdi. Bu gənc kədərli halda getdi, çünki öz xəzinəsini Məsihdən daha çox sevirdi. Faciə onun malik olduğu var-dövlətdə deyildi. Faciə onun malik olduğu var-dövlətdə deyildi. Faciə var-dövlətin ona malik olmasında idi. Sən Məsihin uğrunda nəyi buraxa bilmirsən? Gəlin, bugün düşünək özümüz haqqında, qardaşlar və bacılar. Mən Məsihin uğrunda nəyi buraxa bilmirəm? Nüfuzumu, nəzarətimi, rahatlığımı, günahı, qüruru, öz salihliyimi. Amma Məsih çağırır bizi. Amma Məsih bugün çağırır bizi özünü yaxşılaşdırmağa deyil, köhnə insanın ölməsinə və onun içində yeni həyata çağırır bizi. Çünki xilas insanın əməlləri ilə deyil, Məsihin əməli ilədir. Və bu əməl çarmıqda onun tetelestai deyərək, tamam oldu deyərək tamamlanmışdı. Ona indidən və əbədiyyən şan, şərəf və izzət olsun. Amin. Rəbb sənə minnətdarıq sözünə görə xahiş edirəm ayağa qalxaq və dua edək. Rəbb sənə minnətdaram sənin sözünə görə. Minnətdarıq ki, bugünkü bu parça vasitəsilə sən bizim əqlimizə, sən bizim ruhumuza, sən bizim həyatımıza danışırsan. Sən bizə bir daha xilasımızın tarixçəsini göstərirsən. Sən göstərirsən ki, insanlıq əməl ilə Allaha çatacağını zənn edir. İnsanlıq əməl ilə Allahın hüzurunda olacağını düşünür. Sən isə göstərirsən ki, bunlar əməl sayəsində deyil,
Əməllər sayəsində deyil, yalnız bir əməl sayəsində mümkündür. O əməl də sənin çarmıxa çəkilməyindir. Sənin çarmıxın sayəsində biz Allahın huzuruna gələ bilirik. Sənin çarmıxın sayəsində biz Allahın səltənətinə daxil ola bilirik. Minnətdarıq sənə. Minnətdarıq bir daha sən bizə xatırladırsan. Minnətdarıq ki, bizim yaddaşımızı yeniləyirsən. Minnətdarıq ki, bu anlayış vasitəsilə bizə xeyir dua verirsən. Qoru bizi, ya Rəbb, bu dünyanın cahcalalından. Biz görürük ki, bu dünyanın malı, dövləti o gəncin əslində xeyir duasını əlindən almışdı. Və sən, yəni, bizi qoru, bizi hifz et belə yanlışlıqlara düşməkdən. Minnətdarıq ki, bizim üçün sən hər şeydən, hər kəsdən dəyərli oldun. Yəni. Və sənin çarmıxın sayəsində Ata Allahın huzuruna biz daxil ola bildik. Sənə izzət olsun, sənə tərif olsun, minnətdarıq sənin sözünə görə izzət olsun, ya Rəbb sənə. Ata, oğul, müqəddəs ruh.